Yusuf peyğəmbərin hekayəsi. Yaqub peyğəmbər İshaq peyğəmbərin oğlu İbrahim peyğəmbərin nəvəsi idi. Allah ona da peyğəmbərlik vermişdi. Yaqub peyğəmbərin 12 oğlu var idi. Yaqub peyğəmbər Yusufu digər oğullarından çox sevirdi. Qardaşları atalarının Yusufa olan xüsusi sevgisini görürdülər. Buna görə Yusufu xoşlamırdılar. Yusuf çox yaraşıqlı olması və zəkası ilə də qardaşlarından fərqlənirdi. Günlərin bir günü Yusuf qəribə bir yuxu gördü. Oyanan kimi atasına: "Yuxuda ayın, günəşin və 11 ulduzun mənə səcdə etdiyini gördüm," dedi. Yaqub peyğəmbər Yusufun belə bir yuxu görməsinə çox sevindi. Oğlunun bu yuxusunu Allahın ona elm və peyğəmbərlik verəcəyinə yozdu. Yaqub peyğəmbər insanların təbiətini yaxşı bilirdi. Bilirdi ki, hər bir insanda həsəd hissi vardır. Qardaşlarının Yusufa pislik etməsindən ehtiyat etdi. Ona görə də Yusufa gördüyü yuxu barədə qardaşlarına danışmamasını tapşırdı. Yaqub peyğəmbər Yusufa nəvaziş göstərdikcə qardaşlarının həsədi daha da artırdı. Onlar bir-birlərinə: "Nə üçün atamız Yusufu daha çox sevir?" deyirdilər. Belə suallar onların ağlına pis fikirlər salırdı. Nəhayət bir gün qardaşlar Yusufu öldürmək qərarına gəldilər. Yalnız belə olduğu halda ataları Yaqubun Yusufu deyil də onları daha çox sevəcəyini güman etdilər. Qardaşlardan bəziləri Yusufu öldürmək fikrinə etiraz etdi. Çox düşündükdən sonra qardaşları Yusufu öldürməkdənsə onu heç vaxt çıxa bilməyəcəyi bir quyuya atmağa qərar verdilər. Yaqub peyğəmbər qardaşlarının Yusufa daim həsəd apardıqlarını və onu sevmədiklərini bilirdi. Bu səbəbdən də Yusufu yanından heç zaman ayırmır, qardaşları ilə heç bir yerə göndərmirdi. Qardaşlar isə öz şər əməllərini törətməkdə qərarlı idilər. Onlar Yaqubun yanına gəlib dedilər: "Ata, nə üçün Yusufu yanından uzaqlaşmağa qoymursan? Bizimlə heç yerə göndərmirsən. Sabah əylənmək və oynamaq üçün onu bizimlə göndər, biz onu qoruyarıq," dedilər. Yaqub peyğəmbər mülayim və narahat səslə: "Birdən başınız oyuna qarışar, balaca Yusufu unudarsınız, onu canavar yeyər," dedi. Qardaşlar isə atalarını razı salmaq üçün yalan danışdılar. Öz pis əməllərini yerinə yetirə bilmək üçün israr etdilər. "Ata, sən narahat olma, biz qardaşımızı çox sevirik. Onu gözümüzdən əsla uzaq qoymarıq. Qoy o da bizimlə gəlsin," dedilər. Beləcə onlar qoca Yaqubu razı saldılar. Amma ata ürəyi pis bir hadisə baş verəcəyini hiss edirdi. Oğlanlarına dönə-dönə: "Yusufa yaxşı baxın," dedi. Onlar da təkrar söz verib yola çıxdılar. Ataları Yusufu onlarla birgə buraxdığı üçün qardaşlar çox sevinirdilər. Evlərindən xeyli uzaqlaşdıqdan sonra qardaşları Yusufla pis davranmağa başladılar. Heç nə anlamayan balaca Yusuf heyrət içində idi. Biraz öncə atalarının yanında onunla gözəl rəftar edən qardaşları çox dəyişmişdilər. Onlar yollarına davam edərkən qarşılarına bir quyu çıxdı. Qardaşlardan biri Yusufdan: "Su içmək istəyirsənmi?" deyə soruşdu. Qardaşının bu şəfqətli sualına sevinən Yusuf: "Bəli, istəyirəm," dedi. Qardaşlar qəhqəhə ilə gülüb Yusufa: "Çox yaxşı, indi biz səni quyuya atarıq, orada istədiyin qədər su içərsən," dedilər. Yusuf qardaşlarının niyyətini artıq başa düşmüşdü. Lakin nə qədər ağladısa da xeyri olmadı. Doğmaları onun göz yaşlarına acımadılar. Qardaşları Yusufun köynəyini çıxarıb onu iplə quyuya salladılar. Sonra isə ipi kəsdilər. Onlar nə balaca Yusufa, nə də qoca Yaquba rəhm etdilər. Yusuf bir anın içində özünü quyunun içində gördü. Bu çox dərin və qaranlıq bir quyu idi. Balaca Yusufun qorxudan qəlbi titrəməyə başladı. Lakin qorxu hissi çox uzun sürmədi. Allah onun ürəyindəki qorxunu yox etdi. Yusuf sakitləşdi. "Rəbbim məni burada çarəsiz qoymayacaq," dedi. Yusufu quyuya atıb işlərini bitirdikdən sonra
Qardaşlar öz aralarında atalarına nə deyəcəklərini müzakirə etməyə başladılar. Onlardan biri: Yusufu canavar yedi desək daha inandırıcı olar. Çünki atamız bunun baş verəcəyindən qorxurdu. Hətta bizi xəbərdar da etmişdi, dedi. Atalarını bu yalana inandırmaq üçün qardaşları bir qoyun kəsib Yusufun köynəyini qoyunun qanına batırdılar. Qardaşlar evə qayıdanda axşam olmuşdu. Onlar üzlərini Yaquba tutub saxta göz yaşları axıdaraq belə dedilər: Ata, bir-birimizlə oyunda yarışırdıq. Yusufu əşyalarımıza baxmaq üçün qoymuşduq. Biz geri qayıdanda bir canavar artıq onun başının üstündə dayanmışdı. Sonra isə Yusufun qanlı köynəyini qoca Yaquba uzatdılar. Yaqub peyğəmbər köynəyi əlinə alıb baxdı. Həqiqətən də bu Yusufun köynəyi idi. Üzərində qan ləkələri vardı. Lakin Yaqub oğlanlarından ağıllı idi. Bilirdi ki, canavar insanı yedikdə onu yaralayır və köynəyini parçalayır. Yusufun köynəyi isə salamat idi. Nə bir diş izi, nə də yırtıq var idi. Beləliklə Yaqub sevimli oğlu Yusufun canavara yem olmadığını, onun ölmədiyini anladı. O oğullarına: Yusufu canavar parçalamayıb. Siz Yusufa həsəd apardığınıza görə onu pislik etmisiniz. Bunu əminliklə bilsəm də, mənim səbr etməkdən başqa çarəm yoxdur, dedi. Oğulları susub atalarına baxır, qoca Yaqub isə Yusufu itirdiyi üçün üzülüb ağlayırdı. Qardaşlar axşam yataqlarına girərkən artıq Yusufu çoxdan unutmuşdular.